Ənkəbut surəsi Məkkədə nazil olmuşdur. 69 ayədir. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Əlif, Lam, Mim. Əlif, Lam, Mim. Əhəsibən nəsu ən yutrakû ən yəqûlû İnsanlar yalnız iman gətirdiyi demələri ilə onlardan əl çəkilib imtihan olunmayacaqlarını mı sanırlar? Xeyr. İman gətirmək, şəhadət kəlməsini təkcə dillə demək deyildir. Biz onları yeri gəldikcə malları, övladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalançı mömin olduğunu ayırt edib bilək. وَلَقَدْ فَتَنَّا الَّذِينَ مِن قَبْلِهِمْ فَلَيَعْلَمَنَّ اللَّهُ الَّذِينَ صَدَقُوا وَلَيَعْلَمَنَّ الْكَاذِبِينَ. Biz onlardan əvvəlkiləri, keçmiş ümmətləri də imtihana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da, həqiqi iman sahiblərini də, yalançıları da çox gözəl tanıyar. Əm həsibəl-ləzīnə ya'melûnəs-seyyiəti ən yəsbiqûnə سَاءَ مَا يَحْكُمُونَ. Yoxsa pis əməllər edənlər, əzabımızdan sovuşa biləcəklərini güman edirlər. Onlar necə də pis mühakimə yürüdürlər. Mən kənə yərcu liqa'əllahi fəinnə əcələllahi ləət və huvəs-səmi'ul alim. Hər kəs Allahla qarşılaşacağına, qiyamət günü dirilib Allahın hüzurunda duracağına ümid edirsə, ona hazırlaşsın və bilsin ki, Allahın haqq hesab üçün müəyyən etdiyi vaxt mütləq gələcəkdir. Allah hər şeyi eşidəndir, biləndir. وَمَنْ جَاهَدَ فَإِنَّمَا يُجَاهِدُ لِنَفْسِهِ إِنَّ اللَّهَ لَغَنِيٌّ عَنِ الْعَالَمِينَ. Allah yolunda, haqq uğrunda cihad edən, ancaq özü üçün cihad edər. Cihadın savabı onun özünə yetişər. Allah aləmlərə, mələklərə, insanlara və cinlərə əsla möhtac deyildir.
onların ibadətlərinin Allaha nə bir xeyri, nə də bir zərəri var. Etdikləri əməllərin savabı da, günahı da yalnız özlərinə aiddir. وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَنُكَفِّرَنَّ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلَنَجْزِيَنَّهُمْ أَحْسَنَ الَّذِي كَانُوا يَعْمَلُونَ. İman gətirib yaxşı işlər görənlərin əvvəlki günahlarının üstünü örtər və onlara dünyada etdikləri əməllərdən daha gözəl, 10 qat artıq mükafat verərik. Və ya gördükləri ən yaxşı əməllərə görə onları mükafatlandırarıq. وَوَصَّيْنَا الْإِنسَانَ بِوَالِدَيْهِ حُسْنًا وَإِنْ جَاهَدَاكَ لِتُشْرِكَ بِي مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ فَلَا تُطِعْهُمَا إِلَيَّ مَرْجِعُكُمْ فَأُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ. Biz insana, ata-anasına yaxşılıq etməyi, onlarla gözəl davranmağı tövsiyə etdik. Ey insan! Əgər valideynlərin bilmədiyim bir şeyi mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə. Hamınız qiyamət günü mənim huzuruma qaydacaqsınız. Mən də dünyada nə etdiklərinizi sizə bir-bir xəbər verəcəyəm. وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَنُدْخِلَنَّهُمْ فِي الصَّالِحِينَ. İman gətirib yaxşı işlər görənləri salihlər zümrəsinə daxil edəcəyik. Onlar cənnətin yüksək təbəqələrində sakin olacaqlar. وَمِنَ النَّاسِ مَن يَقُولُ آمَنَّا بِاللَّهِ فَإِذَا أُوذِيَ فِي اللَّهِ جَعَلَ فِتْنَةَ النَّاسِ كَعَذَابِ اللَّهِ فَإِذَا أُوذِيَ فِي اللَّهِ جَعَلَ فِتْنَةَ النَّاسِ كَعَذَابِ اللَّهِ وَلَئِن جَاءَ نَصْرٌ مِّن رَّبِّكَ لَيَقُولُنَّ إِنَّا كُنَّا مَعَكُمْ أَوَلَيْسَ اللَّهُ بِأَعْلَمَ بِمَا فِي صُدُورِ الْعَالَمِينَ. Adamlar arasında elələri də vardır ki, biz Allaha iman gətirdik deyər. Allah yolunda bir əziyyət gördükdə isə,
insanların fitnəsini Allahın əzabı kimi qəbul edərlər. Əgər Rəbbindən möminlərə bir zəfər gəlsə, mütləq biz də sizinliyik deyərlər. Məyər Allah məxluqatın ürəyində olanları, imanı, küfrü və nifaqı bilmirmi? وَلَيَعْلَمَنَّ اللَّهُ الَّذِينَ آمَنُوا وَلَيَعْلَمَنَّ الْمُنَافِقِينَ Şübhəsiz ki, Allah iman gətirənləri də, münafiqləri də çox gözəl tanıyandı. وَقَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا اتَّبِعُوا سَبِيلَنَا وَلْنَحْمِلْ خَطَايَاكُمْ وَمَا هُمْ بِحَامِلِينَ مِنْ خَطَايَاهُمْ مِنْ شَيْءٍ وَمَا هُمْ بِحَامِلِينَ مِنْ خَطَايَاهُمْ مِنْ شَيْءٍ إِنَّهُمْ لَكَاذِبُونَ Kafir olanlar iman gətirənlərə dedilər, bizim yolumuza, dinimizə tabi olun, günahlarınızı öz boynumuza götürərik. Halbuki onların, iman gətirənlərin heç bir günahını öz boyunlarına götürməzlər. Onlar həqiqətən yalancıdırlar. وَلَيَحْمِلُنَّ أَثْقَالَهُمْ وَأَثْقَالًا مَّعَ أَثْقَالِهِمْ وَلَيُسْأَلُنَّ يَوْمَ الْقِيَامَةِ عَمَّا كَانُوا يَفْتَرُونَ Şübhəsiz ki, onlar həm öz günahlarına, həm də öz günahları ilə yanaşı, daha neçə-neçə günahlarla, yoldan çıxartdıqları kimsələrin günahları ilə yüklənəcəklər. Qiyamət günü onlar uydurduqları yalanlara görə mütləq sorğu-sual olunacaqlar. وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ فَلَبِثَ فِيهِمْ أَلْفَ سَنَةٍ إِلَّا 50 عَامًا فَلَبِثَ فِيهِمْ أَلْفَ سَنَةٍ إِلَّا 50 عَامًا فَأَخَذَهُمُ الطُّوفَانُ وَهُمْ ظَالِمُونَ Biz Nuhu öz tayfasına peyğəmbər göndərdik. Nuh onların arasında 1000 ildən 50 əskik, 950 il qaldı. Onlar zülm edərkən, tufan onları yaxaladı. فَأَنْجَيْنَاهُ وَأَصْحَابَ السَّفِينَةِ وَجَعَلْنَاهَا آيَةً لِلْعَالَمِينَ Biz onu, Nuhu və onunla birlikdə gəmidə olanları tufan bəlasından qutardıq və bunu bu hadisəni aləmlərə, sonraki nəsillərə bir ibrət etdik. وَإِبْرَاهِيمَ إِذْ قَالَ لِقَوْمِهِ اعْبُدُوا اللَّهَ
Ya Muhammed, İbrahim'i də yad et. Bir zaman o öz tayfasına belə demişdi: Allaha ibadət edin və ondan qorxun. Heç bilirsiniz bu sizin üçün nə qədər xeyirlidir? إنما تعبدون من دون الله أوثانا وتخلقون إفكا إن الذين تعبدون من دون الله لا يملكون لكم رزقا فابتغوا عند الله الرزق واعبدوه واشكروا له فابتغوا عند الله الرزق واعبدوه واشكروا له إليه ترجعون. Siz Allahı qoyub ancaq bütlərə ibadət edir, onlara Tanrı deməklə yalan uydurursunuz. Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyirlər. Ruzini Allahdan diləyin, ona tapının, ona şükr edin. Siz qiyamət günü onun huzuruna qaytarılacaqsınız. وَإِن تُكَذِّبُوا فَقَدْ كَذَّبَ من قبلكم وما على الرسول إلا البلاغ المبين. Ey Məkkə əhli! Əgər məni təkzib etsəniz, bilin ki, sizdən əvvəlki ümmətlər də öz peyğəmbərlərini təkzib etmişdilər. Peyğəmbərin vəzifəsi ancaq dini, Allahın hökmlərini, risalətini açıq-aşkar təbliğ etməkdir. أَوَلَمْ يَرَوْا كَيْفَ يُبْدِئُ اللَّهُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ إِنَّ ذَلِكَ عَلَى اللَّهِ يَسِيرٌ. Məyər onlar, kafirlər, Allahın məxluqatı əvvəlcə yoxdan necə yaratdığını, sonra da onu qiyamət günü yenidən dirildəcəyini bilmirlərmi? Həqiqətən bu Allah üçün asandır. Allah, insanı əvvəlcə nütvədən, sonra laxtalanmış qandan, daha sonra bir parça ətdən yaradır. İnsan anadan olandan sonra ömrünün uşaqlıq, yeniyetməlik, yetkinlik, ahıllıq, qocalıq çağlarını yaşayır və nəhayət ölür. Allah bütün məxluqatı yoxdan yaratdığı kimi, qiyamət günü onları yenidən dirildəcəkdir. قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانظُرُوا كَيْفَ بَدَأَ الْخَلْقَ ثُمَّ اللَّهُ يُنشِئُ النَّشْأَةَ الْآخِرَةَ إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ. Ya Muhammed! De, yeryüzünü gəzib,
Allahın məxluqatı ilk əvvəldən nə cür yaratdığına baxın. Sonra da Allah axirət həyatını yaradacaqdır. Birinci yaradılışdan sonra ikinci yaradılış gələcəkdir. Allah hər şeyə qadirdir. يعذب من يشاء ويرحم من يشاء وإليه تقلبون. Allah istədiyini əzab verər, istədiyini də bağışlayar. Siz qiyamət günü məhz onun huzuruna qaytarılacaqsınız. وَمَا أَنْتُمْ بِمُعْجِزِينَ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ وَمَا لَكُمْ مِنْ دُونِ اللَّهِ مِنْ وَلِيٍّ Siz nə yerdə, nə də göydə Allahı aciz buraxa bilməzsiniz. Yerdə də olsanız, göyə də çıxsanız, Allahın əzabından qaçıb canınızı qutara bilməzsiniz. Allahdan başqa sizin nə bir haminiz, nə də bir mədədkarınız var. وَالَّذِينَ كَفَرُوا بِآيَاتِ اللَّهِ وَلِقَائِهِ أُولَئِكَ يَئِسُوا مِنْ رَحْمَتِي وَأُولَئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ. Allahın ayələrini və onunla qarşılaşacaqlarını, qiyamət günü dirilib haqq hesab üçün huzurunda duracaqlarını inkar edənlər, mənim mərhəmətimdən ümidlərini üzənlərdir. Onları ağırlı-acılı bir əzab gözləyir. فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَنْ قَالُوا اقْتُلُوهُ أَوْ حَرِّقُوهُ فَأَنْجَاهُ اللَّهُ مِنَ النَّارِ. إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ. Tayfasının İbrahimin sözlərinə cavabı, onu öldürün, yaxud da yandırın deməkdən başqa bir şey olmadı. Amma Allah onu oddan xilas etdi. Həqiqətən bunda iman gətirən bir tayfa üçün ibrətlər vardır. وَقَالَ إِنَّمَا اتَّخَذْتُم مِّن دُونِ اللَّهِ أَوْثَانًا مَّوَدَّةَ بَيْنِكُمْ فِي الْحَيَاةِ الدُّنْيَا ثُمَّ يَوْمَ الْقِيَامَةِ يَكْفُرُ بَعْضُكُم بِبَعْضٍ وَيَلْعَنُ بَعْضُكُم بَعْضًا وَمَأْوَاكُمُ النَّارُ. وَمَا لَكُم مِّن نَّاصِرِينَ.
İbrahim onlara dedi, sizin Allahı qoyub bütləri tanrı qəbul etməyiniz, yalnız dünyada dolanıb keçinmək xatirinə aranızda olan dostluğa, məhəbbətə görədir. Sonra da qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lənət oxuyacaqsınız. Məskəniniz cəhənnəm odu olacaq. Özünüzə də Allahın əzabından qurtarmağa kömək edən kimsələr tapılmayacaqdır. فآمن له لوط وقال إني مهاجر إلى ربي إنه هو العزيز الحكيم. Bundan sonra Lut, hamıdan əvvəl İbrahimə iman gətirdi. Onun peyğəmbərliyini təsdiq etdi. İbrahim dedi, mən qövmümü tərk edib, Rəbbimin əmr etdiyi yerə hicrət edəcəyəm. Həqiqətən yenilməz qüvvət, hikmət sahibi odur. وَوَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ وَجَعَلْنَا فِي ذُرِّيَّتِهِ النُّبُوَّةَ وَالْكِتَابَ وَآتَيْنَاهُ أَجْرَهُ فِي الدُّنْيَا وَإِنَّهُ فِي الْآخِرَةِ لَمِنَ الصَّالِحِينَ. Biz ona, İbrahimə, İshaqı və Yaqubu bəxş etdik. Peyğəmbərliyi və kitabı onun nəslinə əta etdik. Dünyada onun mükafatını verdik. O, ahirətdə də mütləq, yüksək dərəcələrə layiq salihlərdən olacaqdır. وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِ إِنَّكُمْ لَتَأْتُونَ الْفَاحِشَةَ مَا سَبَقَكُم بِهَا مِنْ أَحَدٍ مِّنَ الْعَالَمِينَ. Ya Muhammed, Lut'u da yad et. Bir zaman o öz qövmünə demişdi, doğrudanmı siz özünüzdən əvvəl aləmlərdən, bəşər əhlindən, ins və cindən heç kəsin etmədiyi iyrənc bir işi görürsünüz? أَإِنَّكُمْ لَتَأْتُونَ الرِّجَالَ وَتَقْطَعُونَ السَّبِيلَ وَتَأْتُونَ فِي نَادِيكُمُ الْمُنكَرَ فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَن قَالُوا ائْتِنَا بِعَذَابِ اللَّهِ إِن كُنتَ مِنَ الصَّادِقِينَ. Həqiqətənmi siz şəhvətlə kişilərə yaxınlaşır, müsafirlərin namusuna toxunmaq, mallarını əllərindən almaq üçün yol kəsir və məclislərinizdə bir-birinizlə çirkin iş görürsünüz? Tayfasının Lutun sözlərinə cavabı ancaq, əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir deməkdən ibarət oldu. قَالَ رَبِّ انصُرْنِي عَلَى الْقَوْمِ الْمُفْسِدِينَ.
Ey Rəbbim, fitnə fəsad törədən qövmə qarşı mənə yardım et, dedi. وَلَمَّا جَاءَتْ رُسُلُنَا إِبْرَاهِيمَ بِالْبُشْرَىٰ قَالُوا إِنَّا مُهْلِكُو أَهْلِ هَٰذِهِ الْقَرْيَةِ إِنَّ أَهْلَهَا كَانُوا ظَالِمِينَ. Elçilərimiz mələklər İbrahimə İshaqın, sonra da Yaqubun doğulacağı barədə müjdə gətirdikləri zaman, biz bu məmləkət əhlini məhv edəcəyik. Çünki onlar zalimdilər, Allaha asi olmaqla, onun peyğəmbərini təkzib etməklə, çirkin işlər görməklə özlərinə zülm edirlər, dedilər. قَالَ إِنَّ فِيهَا لُوطًا قَالُوا نَحْنُ أَعْلَمُ بِمَنْ فِيهَا لَنُنَجِّيَنَّهُ وَأَهْلَهُ إِلَّا امْرَأَتَهُ كَانَتْ مِنَ الْغَابِرِينَ. İbrahim dedi, orada, onların içində Allahın mömin bəndəsi Lut da var. Onlar, biz orada kimin olduğunu hamıdan yaxşı bilirik. Biz onu və ailəsini mütləq xilas edəcəyik, yalnız övrətindən başqa. O, əzab içində qalanlardan olacaq, deyə cavab verdilər. وَلَمَّا أَن جَاءَتْ رُسُلُنَا لُوطًا سِيءَ بِهِمْ وَضَاقَ بِهِمْ ذَرْعًا وَقَالُوا لَا تَخَفْ وَلَا تَحْزَنْ إِنَّا مُنَجُّوكَ وَأَهْلَكَ إِلَّا امْرَأَتَكَ كَانَتْ مِنَ الْغَابِرِينَ. Elçilərimiz Lutun yanına gəldikdə, Lut onlara görə kədərləndi və ürəyi qısıldı. Mələklər Lutun yanına cavan, qəşəng oğlanlar qiyafəsində gəldikləri üçün, o öz tayfasının onlara pislik yetirəcəyindən qorxub məyus oldu. Onlar dedilər, qorxma və kədərlənmə, biz səni və ailəni xilas edəcəyik, yalnız övrətindən başqa. O, əzab içində qalanlardan olacaq. إِنَّا مُنزِلُونَ عَلَىٰ أَهْلِ هَٰذِهِ الْقَرْيَةِ رِجْزًا مِّنَ السَّمَاءِ بِمَا كَانُوا يَفْسُقُونَ. Biz etdikləri pozğunluğa, günahlara görə bu məmləkət əhlinin başı üstünə göydən bir əzab endirəcəyik. وَلَقَدْ تَرَكْنَا مِنْهَا آيَةً بَيِّنَةً لِقَوْمٍ يَعْقِلُونَ. Həqiqətən, biz dərindən düşünən bir qövm üçün, baxıb ibrət alsınlar deyə o məmləkətdən açıq aydın bir nişanə, xarabalıq qoyduq. وَإِلَى مَدْيَنَ
Mədiyənə də qardaşları Şüeybi peyğəmbər göndərdik. O dedi, ey qövmüm, Allaha ibadət edin, qiyamət gününə inanın, dünyada ibadət etməklə, qiyamət gününə ümid bəsləyib savab işlər görün, onun əzabından qorxun, yer üzündə fitnə fəsad törətməyin. فَكَذَّبُوهُ فَأَخَذَتْهُمُ الرَّجْفَةُ فَأَصْبَحُوا فِي دَارِهِمْ جَاثِمِينَ. Amma Mədiyənlilər onu təksib etdilər. Buna görə də onları dəhşətli bir sarsıntı, zəlzələ bürüdü. Onlar diz üstə çöküb evlərində qaldılar, hamısı həlak oldu. وَعَادًا وَثَمُودَ وَقَدْ تَبَيَّنَ لَكُم مِّن مَّسَاكِنِهِمْ وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ فَصَدَّهُمْ عَنِ السَّبِيلِ وَكَانُوا مُسْتَبْصِرِينَ. Biz Adı və Səmudu da məhv etdik. Ey Məkkə əhli! Onların başlarına nələr gətirdiyimiz, xaraba qalmış məskənlərindən sizə bəllidir. Şeytan çirkin əməllərini onlara gözəl göstərib, gözləri görə-görə onları haqq yoldan çıxartdı. وَقَارُونَ وَفِرْعَوْنَ وَهَامَانَ وَلَقَدْ جَاءَهُم مُّوسَىٰ بِالْبَيِّنَاتِ فَاسْتَكْبَرُوا فِي الْأَرْضِ وَمَا كَانُوا سَابِقِينَ. Biz Qarunu da, Fironu da, Hamanı da məhv etdik. Musa onların yanına açıq-aydın dəlillərlə gəldi. Lakin onlar yer üzündə, Misirdə təkəbbürlük etdilər və buna görə də əzabımızdan sovuşa bilmədilər. فَكُلًّا أَخَذْنَا بِذَنبِهِ فَمِنْهُم مَّنْ أَرْسَلْنَا عَلَيْهِ حَاصِبًا فَمِنْهُم مَّنْ أَرْسَلْنَا عَلَيْهِ حَاصِبًا وَمِنْهُم مَّنْ أَخَذَتْهُ الصَّيْحَةُ وَمِنْهُم مَّنْ خَسَفْنَا بِهِ الْأَرْضَ وَمِنْهُم مَّنْ أَغْرَقْنَا وَمَا كَانَ اللَّهُ لِيَظْلِمَهُمْ وَلَٰكِن كَانُوا أَنفُسَهُمْ يَظْلِمُونَ. Biz onların hər birini öz günahı ilə yaxaladıq. Həriyə öz günahına görə cəza verdik. Kiminin başı üstünə qasırğı ilə qızmar daş yağdırdıq. Kimini dəhşətli tükürpədici səs yaxaladı. Kimini yerə batırdıq. Kimini də suya qərq etdik. Allah onlara zülm etmirdi. Onlar özləri özlərinə zülm edirdilər. مَثَلُ
اتخذت بيتا وإن أوهن البيوت لبيت العنكبوت لو كانوا يعلمون. Allah'tan başqa özlərinə dost qəbul edənlər, özünə yuva qurmuş hörümçəyə bənziyirlər. Evlərin ən zəifi isə şübhəsiz ki, hörümçək yuvasıdır. Kaş biləydilər. Hörümçək toru möhkəm olmayıb, adicə bir yel nəticəsində dağıldığı kimi, onların bu dostlarının da heç bir etibarı yoxdur. Bərk ayaqda onları qoyub qaçarlar. وهو العزيز الحكيم. Şübhəsiz ki, Allah onların Allahı qoyub nəyə ibadət etdiklərini bilir. O yenilməz qüvvət, hikmət sahibidir. وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ وَمَا يَعْقِلُهَا إِلَّا الْعَالِمُونَ. Biz bu məsələləri insanlar üçün çəkirik. Onları yalnız haqqı bilənlər anlayarlar. خَلَقَ اللَّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ إِنَّ فِي ذَلِكَ لَآيَةً لِلْمُؤْمِنِينَ. Allah göyləri və yeri haqq olaraq yaratmışdır. Həqiqətən bunda, bu yaradılışda möminlər üçün bir ibrət vardır. أُتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِنَ الْكِتَابِ وَأَقِمِ الصَّلَاةَ إِنَّ الصَّلَاةَ تَنْهَى عَنِ الْفَحْشَاءِ وَالْمُنكَرِ وَلَذِكْرُ اللَّهِ أَكْبَرُ وَاللَّهُ يَعْلَمُ مَا تَصْنَعُونَ. Ya Muhammed! Qur'andan sənə vəhy yolunanı oxu və lazımınca namaz qıl. Həqiqətən namaz insanı çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək, Allahın cəlalını və əzəmətini həmişə, hər yerdə yada salmaq, şübhəsiz ki, daha böyükdür. Allah nə etdiklərinizi, bütün yaxşı və pis əməllərinizi bilir. وَلَا تُجَادِلُوا أَهْلَ الْكِتَابِ إِلَّا بِالَّتِي هِيَ أَحْسَنُ إِلَّا الَّذِينَ ظَلَمُوا مِنْهُمْ وَقُولُوا آمَنَّا بِالَّذِي أُنزِلَ إِلَيْنَا
kitab əhlinin zülm edənləri, cizyə verməyənləri, sizinlə vuruşmaq istəyənləri istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin. Onlarla xoş rəftar edib, ürəklərini ələ alın və özünüzdən incitməyin. Onların kobudluğuna nəzakətlə, qəzəblərinə soyuqqanlılıqla cavab verin. Nalayiq işlər gördükdə, nəsihət edib düz yola çağırın. Yox, əgər üstünüzə silah qaldırsalar, siz də silahlanıb onlarla vuruşun və onları təlim olmağa, cizyə verməyə məcbur edin. Və onlarla söhbət etdikdə belə deyin: biz həm özümüzə nazil olana, Qur'ana, həm də sizə nazil olana, Tövrata və İncilə inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq. وَكَذَلِكَ أَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ فَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يُؤْمِنُونَ بِهِ وَمِنْ هَؤُلَاءِ مَن يُؤْمِنُ بِهِ وَمَا يَجْحَدُ بِآيَاتِنَا إِلَّا الْكَافِرُونَ. Səndən əvvəlki peyğəmbərlərə neçə kitab nazil etmişdiksə, Qur'anı da sənə belə nazil etdik. Kitab, Tövrat verdiyimiz şəxslər ona, Qur'ana inanırlar. Bunlardan da inananlar var. Bizim ayələrimizi yalnız kafirlər inkar edərlər. وَمَا كُنتَ تَتْلُو مِن قَبْلِهِ مِن كِتَابٍ وَلَا تَخُطُّهُ بِيَمِينِكَ إِذًا لَّارْتَابَ الْمُبْطِلُونَ. Ya Muhammed, sən bundan, bu Qur'andan əvvəl nə bir kitab oxumusan, nə də onu əlinlə yazmısan. Əgər belə olsaydı, onda batilə uyanlar, onun barəsində şək şübhəyə düşərdilər. Onu hardansa oxuyub öyrənmişdir, deyərdilər. بَلْ هُوَ آيَاتٌ بَيِّنَاتٌ فِي صُدُورِ الَّذِينَ أُوتُوا الْعِلْمَ وَمَا يَجْحَدُ بِآيَاتِنَا إِلَّا الظَّالِمُونَ. Xeyr, bu Qur'an, elm verilmiş kəslərin sinələrində əzbər olan açıq aydın ayələrdir. Və ya sənin yazıb oxumaqla məşğul olmadığını, kitab əhlindən olan elm sahibləri öz ürəklərində açıq-aşkar bilirlər. Bizim ayələrimizi yalnız zalimlər, kafirlər inkar edərlər. وَقَالُوا لَوْلَا أُنزِلَ عَلَيْهِ آيَاتٌ مِّن رَّبِّهِ قُلْ إِنَّمَا الْآيَاتُ عِندَ اللَّهِ وَإِنَّمَا أَنَا نَذِيرٌ مُّبِينٌ.
müşriklər, bəs nə üçün Rəbbindən ona başqa peyğəmbərlər kimi möcüzə nazil olmadı, dedilər. Ya Muhammed, de, möcüzələr ancaq Allahın əlindədir. Mən isə sadəcə olaraq insanları Allahın əzabı ilə açıq-aşkar qorxudan bir peyğəmbərəm. أَوَلَمْ يَكْفِهِمْ أَنَّا أَنزَلْنَا عَلَيْكَ الْكِتَابَ يُتْلَى عَلَيْهِمْ إِنَّ فِي ذَلِكَ لَرَحْمَةً لقوم يؤمنون. Məyər müşriklərə oxunmaqda olan kitabı sənə nazil etməyimiz onlara kifayət etmədimi? Həqiqətən bunda iman gətirən bir tayfə üçün həm mərhəmət, həm də öyüd nəsihət vardır. قُلْ كَفَى بِاللَّهِ بَيْنِي وَبَيْنَكُمْ شَهِيدًا يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَالَّذِينَ آمَنُوا بِالْبَاطِلِ وَكَفَرُوا بِاللَّهِ أُولَئِكَ هُمُ الْخَاسِرُونَ. De, mənimlə sizin aranızda Allahın şahid olması kifayət edər. O göylərdə və yerdə nə olduğunu bilir. Batilə inanıb Allahı inkar edənlər, şübhəsiz ki, ziyana uğrayanlardır. وَيَسْتَعْجِلُونَكَ بِالْعَذَابِ وَلَوْلَا أَجَلٌ مُّسَمًّى لَّجَاءَهُمُ الْعَذَابُ وَلَيَأْتِيَنَّهُم بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ. Müşriklər istehza ilə səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Əgər bunun üçün əvvəlcədən müəyyən edilmiş bir vaxt olmasaydı, sözsüz ki, əzab onlara gələrdi. Şübhəsiz ki, əzab onlara qəflətən, özləri də hiss etmədən gələcəkdir. يَسْتَعْجِلُونَكَ بِالْعَذَابِ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌ بِالْكَافِرِينَ. Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Həqiqətən cəhənnəm kafirləri yaxalayacaqdır. يَوْمَ يَغْشَاهُمُ الْعَذَابُ مِنْ فَوْقِهِمْ وَمِنْ تَحْتِ أَرْجُلِهِمْ وَيَقُولُ ذُوقُوا مَا كُنْتُمْ تَعْمَلُونَ. O gün əzab onların başlarının üstündən, ayaqlarının altından saracaqdır. Allah onlara etdiyiniz əməllərin cəzasını dadın deyə buyuracaqdır. Ya ibadiyellezine amenu inna ardi vasi'atun
Ey iman gətirən bəndələrim! Əgər hər hansı bir yerdə İslamiyyətə görə sizi incidib əziyyət verirlərsə, orada sizi ölüm təhlükəsi gözləyirsə, yaxud dini vəzifələrinizi lazımınca yerinə yetirə bilmirsinizsə, başqa şəhərlərə və ölkələrə hicrət edə bilərsiniz. Mən oralarda da sizə ruzi verərəm. Şübhəsiz ki, mənim yerim genişdir. Buna görə də yalnız mənə ibadət edin. Kullu nefsin zâiqatul mevti thumme ileynâ turcaun. Hər bir kəs, hər bir canlı ölümü dadacaqdır. Sonra da qiyamət günü huzurumuza qaytarılacaqsınız. وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَنُبَوِّئَنَّهُم مِّنَ الْجَنَّةِ غُرَفًا تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا نِعْمَ أَجْرُ الْعَامِلِينَ. İman gətirib yaxşı işlər görənləri, ağacları altından çaylar axan cənnət güşələrində, cənnətin yüksək məqamlarında sakin edəcəyik. Onlar orada əbədi qalacaqlar. Yaxşı əməllər edənlərin mükafatı necə də gözəldir. الَّذِينَ صَبَرُوا وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ. O kəslər ki, səbr edər və yalnız Rəbbinə bel bağlayarlar. وَكَأَيِّن مِّن دَابَّةٍ لَّا تَحْمِلُ رِزْقَهَا اللَّهُ يَرْزُقُهَا وَإِيَّاكُمْ ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ. Yer üzündə zəifliklər ucbatından ruzisini daşıya, əldə edə bilməyən neçə-neçə canlılar vardır. Onların da, sizin də ruzinizi Allah verir. O hər şeyi eşidəndir, biləndir. Sizə dininizə görə bir məşəqqət üz verdiyi zaman, məişət çətinliklərindən qorxub, başqa ölkələrə hicrət etməkdən çəkinməyin. Allah orada da ruzinizi verəcəkdir. O sizi heç vaxt darda qoymaz. وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ لَيَقُولُنَّ اللَّهُ فَأَنَّىٰ يُؤْفَكُونَ. Ya Muhammed! Həqiqətən əgər Məkkə müşriklərindən göyləri və yeri kim yaratmış, günəşi və ayı kim ram, öz əmrinə, insanların mənafeyinə kim tabi etmişdir deyə soruşsan, onlar mütləq Allah deyə cavab verəcəklər. Elə isə onlar tövhiddən, yalnız Allaha ibadət etməkdən niyə döndərilirlər? Allahu yebsutur rizqa limen yeşâ'u min ibâdihi ve yekdiru
Allah öz bəndələrindən istədiyinin ruzusunu artırar da, azaldar da. Allah hər şeyi yerli yerində biləndir. وَلَئِن سَأَلْتَهُم مَّن نَّزَّلَ مِنَ السَّمَاءِ مَاءً فَأَحْيَا بِهِ الْأَرْضَ مِن بَعْدِ مَوْتِهَا لَيَقُولُنَّ اللَّهُ ۚ قُلِ الْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْقِلُونَ. Həqiqətən, əgər sən Məkkə müşriklərindən göydən yağmur endirib quruduqdan sonra onunla yerə təzədən can verən kimdir deyə soruşsan, onlar mütləq Allahdır deyə cavab verəcəklər. De, həmd olsun Allaha. Lakin onların əksəriyyəti dərindən düşünməz. Müşriklərin xeyirləri ilə zərərlərini bir-birindən ayırmağa ağlı çatmır. Onlar cəhalətləri üzündən belə güman edirlər ki, bütlər onları haqq olan Allaha yaxınlaşdırır. وَمَا هَٰذِهِ الْحَيَاةُ الدُّنْيَا إِلَّا لَهْوٌ وَلَعِبٌ وَإِنَّ الدَّارَ الْآخِرَةَ لَهِيَ الْحَيَوَانُ لَوْ كَانُوا يَعْلَمُونَ. Bu dünya həyatı oyun oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Ahirət yurdu isə şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər. Əgər bilsəydilər, ahirəti dünyaya dəyişməzdilər. فَإِذَا رَكِبُوا فِي الْفُلْكِ دَعَوُا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ إِذَا هُمْ يُشْرِكُونَ. Müşriklər gəmiyə mindikləri zaman, dəryada batacaqlarından qorxub, dini ibadəti yalnız ona məxsus edərək, ixlasla Allaha dua edərlər. Allah onları sağ-salamat quruya çıxaran kimi, yenə də ona şərik qoşarlar. لِيَكْفُرُوا بِمَا آتَيْنَاهُمْ وَلِيَتَمَتَّعُوا فَسَوْفَ يَعْلَمُونَ. Onlara verdiyimiz neməti inkar etsinlər və dünyada istədikləri kimi keyf çəkib zövq alsınlar deyə belə edərlər. Onlar öz əməllərinin ağır nəticəsini mütləq biləcəklər. أَوَلَمْ يَرَوْا أَنَّا جَعَلْنَا حَرَمًا آمِنًا وَيُتَخَطَّفُ النَّاسُ مِنْ حَوْلِهِمْ أَفَبِالْبَاطِلِ يُؤْمِنُونَ وَبِنِعْمَةِ اللَّهِ يَكْفُرُونَ. Məgər müşriklər, ətraflarındakı başqa şəhərlərdəki adamlar qamarlanıb götürüldüyü, əsir alındığı, öldürüldüyü, qarət edildiyi halda,
içərisində yaşadıkları Məkkəni, onlar üçün müqəddəs, qorxusuz, xətərsiz bir yer etdiyimizi görmürlərmi? İndi batilə mi inanırlar? Allahın nemətini mi danırlar? وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِالْحَقِّ لَمَّا جَاءَهُ أَلَيْسَ فِي جَهَنَّمَ مَثْوًى لِلْكَافِرِينَ Allaha qarşı yalan uydurub düzəldən, Allaha şərik qoşan, özünə haqq, Qur'an və Peyğəmbər gəldikdə, onu təksib edən kəsdən daha zalim kim ola bilər? Məyər kafirlər üçün cəhənnəmdə yer yoxdur? Əlbəttə var. Niyə bunu dərk etmirlər? وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا وَإِنَّ اللَّهَ لَمَعَ الْمُحْسِنِينَ Bizim uğrumuzda cihad edənləri öz yollarımıza, bizə tərəf gətirib çıxardan behişt yollarına qovuşduracaq. Şübhəsiz ki, Allah yaxşı əməl edənlərlədir. Allah həmişə savab işlər görüb cihad edən möminlərin tərəfində durar.